Salam, hər vaxtınız xeyir olsun. Bugün inanılmaz dadlı, meyvəli, kremli şirniyyat resepti bölüşürəm. Biskvit üçün 4 ədəd qaba yumurta əlavə edirəm. Üzərinə stəkan yarım şəkər tozu əlavə edib ağarana qədər qarışdırıram. Yumurta ilə şəkər tozunu tam ağarana qədər qarışdırdıqdan sonra üzərinə 250 ml süd, 200 ml bitki yağı əlavə edib bunları da tam həll olana qədər qarışdırıram. Daha sonra üzərinə 4 stəkan un, 3 xörək qaşığı kakao, qabartma tozu əlavə edib bütün ərzaqlar birləşənə qədər qarışdırıram. Biskvitin xəmiri də artıq hazırdır. Bunu kənara qoyub keçirəm krem hazırlamağa. 600 qram kəsmiyi blenderdən keçirdib krem halına gətirirəm. Bu şəkildə kəsmiyi krem halına gətirdim. Bunu da bir tərəfə qoyuram. Daha sonra qaba 1 stəkan şəkər tozu, 3 ədəd yumurta əlavə edib bunları da ağarana qədər qarışdırıram. Yumurta ilə şəkər tozunu bu şəkildə köpürüb ağarana qədər qarışdırdım artıq. Bu da hazırdır. Üzərinə 180 qram xama əlavə edirəm. Və krem halına gətirdiyim kəsmiyi də bunun üzərinə əlavə edirəm. Bir paket vanilin də əlavə etdikdən sonra mikserlə tam həll olana qədər qarışdırıram. Krem də artıq hazırdır. Şirniyyatı bişirəcəyim qaba yağlı kağız yerləşdirmişəm. Xəmiri əlavə edib qabın hər tərəfinə yayıram. Xəmirin üzərinə kub şəkildə doğradığım ərik əlavə edirəm. Diqqət yetirin ki, ərik bərk olmasın. Tam yetişmiş, dadlı, şirin ərik olsa şirniyyat da daha dadlı olacaq. Əriyi xəmirin hər tərəfinə əlavə etdikdən sonra üzərinə hazırladığım kremi hər tərəfinə əlavə edirəm. Kremi də üzərinə əlavə etdikdən sonra 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirirəm. Şirniyyat bişdi, artıq hazırdır. Qoyuram, tam soysun. Şirniyyat soyduqdan sonra dilimlərə ayırıram. Dadlı biskvit, meyvəli, kəsmikli, bol kremli, daha nə olsun? İnanın ki, hazırlayıb yoxlayın. Çox bəyənəcəyiniz bir şirniyyat olacaq. Resepti bəyəndinizsə hazırlayıb yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.